Hacı Ağa Nuri 50 ildən artıqdır ki, Nardaranda qərənfil yetişdirməklə məşğuldur. Amma ağılına da gəlməzdi ki, Sovet hakimiyyəti dövründə əkməyə başladığı bu qərənfillər nə vaxtsa elə o hakimiyyətin sonunu gətirənlərin rəmzinə çevriləcək. Baxın, bu gördüyümüz qərənfillər 1990-cı ilə qədər adi bir gül idi ki, şənlik məclislərinə, nişan məclislərinə, nə bilim, yaş mərasimlərinə aparılardı. Amma 90-cı il 20 yanvardan sonra bu gül funksiyası dəyişdi Azərbaycanda. Bu gül bizim müstəqillik, qəhrəmanlıq gülümüzə çevrildi. 20 yanvar faciəsinin şahidlərindən olan Hacı Ağa dayı deyir ki, bu hadisələr sonrası Azərbaycanlılar üçün çox şey dəyişdi. Dəyişən həm də az qala ömrünü həsr etdiyi qərənfillərin taleyi oldu. Dəhşətli günləri isə belə xatırlayır. Biz gözləməzdik ki, haçansa Sovet əskəri tanklarla bizim üstümüzə yeriyər. Amma Azərbaycan xalqı, Azərbaycan oğulları sınmadılar. Bu məsələdə Azərbaycanda qoca cavan, qadın kişi, oğlan qız fərq eləmədi. Hamı bir yumruq kimi birləşmişdi. Mən onda bu millətin qüdrətini gördüm, nəyə qadir olduğunu gördüm. Azərbaycana bu qəhrəmanlıq, mərdlik tarixini yaşadanları qəlblərdə yaşatmaq vacib idi. O tarixin əhəmiyyətini və yükünü al-qırmızı rəngində yaşadan qərənfillər kimi. Bizim bir xüsusiyyətimiz var, biz öləndə dirilirik. Millət şəhid verəndə həm bir yumruq kimi birləşir, həm də qüdrət tapır. Bu yolda bizə qərənfillər öz xidmətlərini göstərdilər. Yaddan çıxmaz bunların qəhrəmanlığı. Bəlkə də bu qədər şəhidlərin məhəbbətinin qəlbimizə salmazda bu qırmızı qərənfillərin rolu oldu. Bir zamanlar ilahi məhəbbətin rəmzi olan bu güllər indi də məhəbbətin rəmzi olaraq qalır. Bu məhəbbət isə vətənimizə, şəhidlərimizə, qəhrəmanlarımızadır. Vurğun Mədətov, Zamir Səfiquliyev, İTV Xəbər.